Sonuncu bir şey diyeyim sana. Buyur, Kəlmə-i buyur. şəhadət nədir? Kəlmə-i şəhadəti bilirsən? Bəli, bilirəm kəlmə Hə, şəhadəti. deyə görə kəlmə-i şəhadəti Mehman. Əşhədü ənə iləhə illallah, əşhədü ənə Muhammeden Rasulullah, əşhədü ənə əmirəl müminin əliyyən vəliyullah. Yaxşı. Sən indi burada neçə şeyə şəhadət verdin? 3 şeyə. 3 şeyə. Düzdür? Bəli. Allah, Muhammed Peyğəmbərə və Əli ibn Əbi Talibə. Bəli. Vəlisi. Sən orada deyirsən ki, kəlmə-i şəhadət. Kəlmə-i şəhadət nə deməkdir? Yəni Mənası nə deməkdir? şəhadət verirəm də, yəni mənası odur Yox. ki, hə, Necə? İki şəhadət kəlməsi. hə. Yəni kəlmə-i Allah şəhadət. təkdir, Allahdan başqa, ilahdan başqa Yox, ilah yoxdur. Mehman, Məhəmməd onun bax, rəsuludur. Mehman, Bəli. kəlmə sözü var ha, kəlməyi. Hı. İki kəlmə deməkdir. İki kəlmə deməkdir, yəni iki cümlə. Hə, 2 Amma cümlə sən demək. üç cümləyə şəhadət verirsən. Bu nətər olur? Nətər olur? Olur da, demək olur da. Ha? Çünki Mehman, çünki o Əli Vəliyullah sonradan artırılıb dinə. Olar. Əli Vəliyullah qardaş, mənim gözəl Sonradan qardaşım. artırılır. Bax deyirsiniz ki, O bax, sonradan siz artırılıb. Bu deyirsiniz ki, dində bax Mehman bax dəyərli insan. Yəni belə din yaşamaq olmaz qardaş. Belə düzgün deyil. Niyə? Bax niyə düzgün deyil? Bax mən sənə bir qardaş kimi can yandıraram. Bax sənin xətirbi istəyərək. Mən səni tanımıram. Allah Bilmirəm sağ olsun, kimsən, sağ ol. Allah nəçisən, hörmət verir. harda yaşayırsan. Yəni ki, heç bir əlaqəm yoxdur səninlə. Sadəcə olaraq Mənim də bir heç bir Azərbaycanlı əlaqəm kimi, yoxdur. bir nə bilim, mən ümumiyyətlə insanlara xeyir sevməyə çalışıram ki, xeyir sevəm ki, Allah da mənim xeyrimi müvəffəq eləsin. Yəni, Amin, mən də. əlhəmdülillah, bəli, elə də olmaq lazımdır. Və bax, qardaş, sənin bu cür din yaşamağın, yəni ki, bu əsl yanlış bir şeydir. Niyə? Çünki bu bir növ belə səthi bir yanaşmadır. Əxi, o sizin